Nizami Gəncəvin İskəndərnamə poemasında bilirsiniz ki, həm kitabda var, həm də əlavə olunmuş PDF-də var. Kitabda deyir ki, Feyləqus Daraya xərac verirdi, lakin İskəndər canından sonra xərac vermək dayanır. Lakin əlavə olunmuş PDF-də biz bu məlumatı daha dəqiq şəkildə bu cür görürük. İskəndər taxta çıxandan sonra deyir, atadan gördüyü rəsmi, ayini seçərək saxladı bəyəndiyini. Daraya xəracı verirdi yenə, ölkədə hakimdi köhnə ənənə. Yəni İskəndər taxta çıxandan sonra da Daraya xərac verməyə davam edib. Dara bundan müharibəyə qoşun çıxardandan sonra, müharibə eləyəndən sonra, yəni müharibədən sonra xərac verməyib Daraya. Əvvəl xərac verilmiş. Testdə düşsə ki, taxta çıxan kimi xərac verməyə dayandırır, bu fikir yanlışdır. İskəndərin başqa yediyi dəyişikliklər nə idi? Deyir, bütün tacirlərdən o bac almadı, tacirlərdən bac almır. Ölkədə kimsədən xərac almadı, xərac almır. Dehqan vergisinə çəkərək qələm, dehqan vergisi almır. Sərmayəsizlərdən almadı dirhəm. Sərmayəsizlərdən, yəni işsizlərdən, gəri olmayanlardan bir dirhəm belə almır. Dəyişikliklər də bu.